Yaxşı uşaqlar, biz sizlə keçən dərsimizdə web proqramlaşdırmanı keçdik, yəni web proqramlaşdırmaya keçid elədik. Ümumiyyətlə, saytın hazırlanması mərhələləri haqqında danışdıq. HTML haqqında qismən danışdıq. Ondan sonra saytı hazırlamaq üçün lazım olan proqramlar, mətn redaktorları və prosesorları, HTML redaktorları və avtomatlaşdırılmış proqramlarla tanış olduq. Bugünkü dərsimizdə HTML haqqında daha dərindən tanış olacağıq. Ondan sonra HTML-də teqləri öyrənəcəyik, müəyyən teqləri öyrənəcəyik. Hamısı da olmasa, yəni ən vacib işlənənləri öyrənəcəyik. Web səhifəyə siyahıların əlavə olunması haqqında danışacağıq. Eyni ilə siyahıların növləri haqqında danışacağıq. Cədvəllərin daxil edilməsi, cədvəllər hansı formada qurulur, hansı teqlər vasitəsilə verilir, bunlar haqqında danışacağıq. Və ən son olaraq HTML redaktoru, HTML dili vasitəsilə web saytın web səhifələrinin, bilirsiniz də, web səhifələrdən ibarət bir kitabdır. Yəni, web saytın özü bir kitabdır. Kitabın vərəqləri də web səhifələrdir. Səhifələr birləşir, web sayt yaradır. Web saytın web səhifələrinin arxa fonuna rəngin əlavə edilməsi, şəkil əlavə edilməsi, rəng sxemləri, web səhifədə olan obyektlərlə işləmək, web səhifədə olan obyektlərin deyək ki, rəng verilməsi, həmin o müəyyən bir fraqmentinə rəng verilməsi və yaxud da web səhifədə olan mətnlərə hipermətin kimi baxılması, yəni onları keçid kimi baxılması, bu kimi şeylərlə tanış olacağıq. Bu dərsimiz ola bilsin ki, biraz uzun olsun, amma mən istəyirəm ki, ümumi HTML web proqramlaşdırma ilə bağlı nə varsa keçək ki, qismət olsa ikinci dərsimizdə də müəyyən nümunələrə baxaq. Artıq bu bölməni də bitirək ki, son bir bölməmiz var. Onu da bitirdikdən sonra artıq birləşik proqram çıxdı. Ayın sonuna qədər inşallah bunlarla məşğul olub və vaxt çatsa da müəyyən qədər təşkilata baxarıq. Bu belə. Keçən dərsimizdə qeyd elədim ki, HTML Hypertext Markup Language deməkdir. Yəni hipermətnli nişanlanma dilidir. HTML və HTML kimi oxunur. Yaradıcısı Tim Berners-Lee nədən yana istifadə olunur? Daha asan formada desək, yəni HTML nədən yana istifadə olunur? Web saytları internetdə yerləşdirmək bir qədər çətindir. Yəni bir qədər ağır işləyir web saytların internetdə emalı. Biz sadəcə olaraq bunların internetdə xüsusi dildə yazılmış təsvirini görürük. Brauzerlər vasitəsilə həmin o web saytları və yaxud da web səhifələri açarkən brauzerlər həmin o HTML dilində yazılmış kodları oxuyur və bizim başa düşəcəyimiz formaya çevirir. Yəni, biz web sayt açanda deyək ki, hər hansısa bir şəkili bir yerdə görürük, deyək ki, bir videonu bir yerdə görürük, menüləri bir yerdə görürük. Bunları orada bizim görə biləcəyimiz formaya salınmasını yerinə yetirən brauzerlərdir. Əslində, onlar internetdə sadəcə olaraq HTML dilində yazılmış teqlər vasitəsilə verilir. Bu belə. Yəni, əsas məsələ bunların internetdə rahat emal olunması üçündür. Çünki bunlar bu şəkildə, yəni bu ağırlıqda internetə yüklənsə, bunları emal eləmək çətin olacaq və müəyyən problemlər yaradacaq. Səbəb budur. HTML yəni, niyə var? Bundan yana. Hipermətnli nişanlanma dili. Hypertext Markup Language. Bu şəkildə. Deməli, ümumiyyətlə, mənim bu HTML dili ilə bağlı təxminən 12 ya da 13 dərs var YouTube kanalında. Oradan da daha ətraflı öyrənmək istəyənlər, yəni kimisə vaxtı varsa, daha ətraflı öyrənmək istəyirsə, oradan da baxa bilərsiniz. Amma biz sizlə müəyyən şeyləri, müəyyən teqləri öyrənəcəyik və müəyyən testlərdə hansı formalarda necə işləmək lazımdır, onları öyrənəcəyik. Yəni, biz sıfırdan web səhifə yaradacaq, ona təbii ki, imkanımız yoxdur. Yəni, vaxt cəhətdən
İmkanımız yoxdur. Ümumiyyətlə teqlər hansı teq deyirik elə keçən dərsimizdə də bu dərsimizdə də teq nədir? Teq kodları yazmaq üçün lazım olan açıq bağlanan, yəni kiçik, böyükdür, kiçikdir işarəsi içərisində yazılmış hər hansı kodlardır. Ümumiyyətlə HTML-i və kodları yazmaq üçün ilk öncə bizim yazacağımız teq elə HTML-in özü. Yəni istənilən HTML dilində yazılmış sənəd HTML teqinin içərisində yazılır. Yəni HTML yazılır, HTML ilə bağlanır. Məntiqi olaraq bu HTML dili iki hissəyə ayrılır. Bir, baş hissə, bir də gövdə hissə. Baş hissə head adlanır. Biz burada web sayt nə haqqındadır? Yəni başlıq olaraq qısa şəkildə bunu yazırıq. Body hissədə ümumi, yəni gövdədir da. Ümumi digər nə qədər ki teqlər var, ümumi strukturun hamısı gövdə hissəsində yazılır. Ondan sonra demək HTML açdıq, HTML bağlandıq. Nələr varsa bu HTML-in içərisində olacaq. Bu belə title teqi var. Ən vacib olanlarla başlayıram. İndi nümunələrlə də göstərəcəyik. Title teqi sənədin başlıq zolağına ad vermək üçün istifadə olunur. Bax, head başqadır, title başqadır. Hər hansısa bir brauzeri açanda, həmin brauzeri açıb hər hansısa bir web sayta daxil olduqda, orada biz brauzerin yuxarı küncündə saytın adını görürük. Yəni sayt nə haqqındadır onu görürük. Bu title teqi vasitəsilə verilir. Title teqi olmasa, ora sadəcə təsadüfi simvollar düşəcək. Yəni necə ki domain name sistem keçmişdir şəbəkələrdə, domain adlarını təyin etməkdən yana. Eyni ilə burada da title teqi web saytın adını təyin etmək üçün istifadə olunan teq. Təbii ki, bu teqlərin hamısını yazmamışdan qabaq HTML dilinə bizim bu HTML dilinin versiyasını tanıtmağımız lazımdır. Ən sonuncu versiya HTML5-dir. HTML5-də yenə açılıb bağlanan künc işarələri daxilində böyük kiçik də deyilir. Bunların içərisində doctype HTML yazmaqla təyin olunur. Yəni doctype HTML yazıb doctype-dan sonra, doctype-dan əvvəl daha doğrusu bir dənə nida var. Nida doctype HTML yazıb bağlayırıq. Artıq biz həmin HTML dilinə HTML-in versiyasını çatdırmış olduq. Bir də teqləri yazarkən hansı standartdan istifadə edəcəyimizi göstərmək üçün meta teqindən istifadə edirik. Bu da meta UTF-8. Bu da HTML dilində istifadə edəcəyimiz standart. Necə ki biz mətn informasiyasının kodlaşdırılmasını keçəndə demişdik ki ASCII standartından istifadə olunur, Unicode standartından istifadə olunur. Məhz HTML dilində də biz bilməliyik hansı əlifbadan istifadə edirik. Biz bilirik və eyni ilə də nə edirik bunu HTML-ə tanıdırıq. Meta teqi vasitəsilə UTF-8. Bu belə. Demək, mən istəyirəm burada yüngülvarı sizə koddan nələrsə göstərəm. Deməli,
E, Hətta buranı mən sileyim. Dəqiqə. O deyəcəm. Valla baxın, dedik ki, ümumi olaraq HTML sənədi HTML tagi ilə açılıb, HTML tagi ilə bağlanır. Bax, HTML bu şəkildə açdıq. İndi ümumi olaraq bu sənədin içərisində nə yazacaqsa, bunun hamısı qalacaq bax, bu ikisinin arasında. Bu arada qalacaq. Bu açılan tag deməkdir. Bax, bu da bağlanan tag deməkdir. Bağlanan tagin açılan tagdən tək fərqi orasındadır ki, bağlanan zaman bir dənə bu tagin yazılışından qabaq sağa əyri xətti olur. İndi məsələn, bunun içərisində bax, stock type-ı da yazaq. Hətta belə edək. Biraz sadələşdirək. Bax, məsələn, dedik ki, iki məntiq hissəyə bölünür. Bir başlığı olur, bir də gövdə olur. Ondan da əlavə olaraq bir də dedik ki, title olaraq səhifənin başlıq zolağını, səhifənin, veb saytın başlıq zolağını təyin etməkdən yana title-dan istifadə olunur. Title da təyin edək. Title-ı təyin elədik. Baxşı, nə haqqındadır? Saytda deyək ki, belə bir şeydir. Head. Head'in içərisində deyək ki, bax, title-in içərisində saytın adını yazırıq. Head'in içərisində sadəcə başlıq haqqında başlıqda bir məlumat verilir. Ondan sonra gəlir body. O strukturun quraq. Ondan sonra davam edir. Aha. Onu da salaq aşağı hətta. Body. Ümumi struktur, bax, bu body'nin içərisində yerləşir. Yəni, əsas struktur, daha doğrusu, bax, bu body'nin içərisində. Nələr varsa, bax, bu HTML-in içərisindədir. HTML-in içərisində. Title sadəcə başlıq zolağını bildirir. Head, sayt haqqında qısa məlumat. Ümumi kodun strukturu body'də yerləşir. Strukturu düzgün qursaq, deməli, biz saytın karkasını qurmuş olacaq. Hələlik bu qədər. Hələlik bu qədər. Bir də H1-dən H6-ya qədər olan taglər var. H1-dən H6-ya qədər taglər vasitəsilə biz web səhifədə başlıq və alt başlıqları təyin edirik. Baxın, bu ümumi başlıq deyil. O head-lə qarşıdırmayaq. Elə bir şey tutaq ki, bizim 5 dənə başlığımız var. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci. Və bu başlığın da hər bir başlığın da müəyyən alt başlıqları var. Bunlar da hashtag vasitəsilə müəyyən edirik. Bu da H1-dən H6-ya qədər olur. Bu da bu şəkildə yazılır. Eyni ilə digərləri hansı formada? H1-dən H6-ya qədər bunlar sadəcə olaraq ölçüləri ilə fərqlənir. Ən böyüyü H1-dir, ən kiçiyi isə H6-dır. Standart ölçüdə olurlar. Bir də əlavə olaraq hansı taglərimiz var? Deyək ki, hər hansı bir mətn yazmaq istəyiriksə, bunu P tagi vasitəsilə veririk. İndi hər birinin orada yazmayacağım, sadəcə olaraq hansı formada yazılır, onu göstərmək üçün sizə nümunələr göstərdim. Digər tagların sadəcə adlarını bilməyiz və işlənmə yerlərin hansı formada işləyirlər, onları bilməyiz kifayət. P tagi paragraf sözündəndir. Mətni daxil eləmək üçün istifadə olunur. Yenə P şəklində açılır, P şəklində bağlanır. Hansı ki, burada
Bu teklərimiz var bizim. Bu görürsünüz bu teklər. P teki də eyni ilə bu formada açılıb bağlanır. Ondan sonra nəyimiz var? HR adlı tek var. Bu da horizontal row deməkdir. Yəni üfüqi xətt. Sadəcə o düppələndiniz, üfüqi şəkildə xətt çəkməkdən istifadə olunur. Yenə eyni ilə bu göstərilən nümunələr şəklində açılıb bağlanır. Yazılmış mətni biz Word-də necə qalın yazırdıq, kursiv yazırdıq, alt xətti yazırdıq. Eyni ilə burada da yazmaq, o şəkildə yazmaq mümkündür. B tegi qalın, U tegi alt xətti, I tegi isə kursiv, yəni maili şəkildə yazmağa imkan verir. Bunların təbii ki, kombinasiyasından da biz istifadə edə bilərik. Yəni bunların bir neçəsindən bir yerdə eyni zamanda istifadə edə bilirik. Ondan sonra emulated var. Emulated də kursiv şəklində yazır. Sadəcə olaraq i-dən, italikdən fərqi orasındadır ki, bu həm də web səhifədə seçdirilməni, yəni hər hansı bir mətn fraqmentinin seçdirilmiş kimi görsənməsini təmin etməkdən yanadır. Eyni ilə boldun da digər bir belə xüsusiyyət var, o da strongdur. Strong tegi də qalın şriftlə yazmaqdan yanadır. Bolddan fərqi burasındadır ki, seçdirilmiş mətn fraqmentinin hər hansı mətn fraqmentinin seçdirilmiş olmasını təyin etməkdən yana istifadə olunur. Bunların kombinasiyası ilə bayaq qeyd etdiyim kimi istifadə eləmək mümkündür. Yəni bunlar istifadə olunur. Bunlara aid nümunələrə də baxacağıq. Ondan sonra gələk siyahılara. Siz bilirsiniz ki, yəni web səhifədə, web səhifədə siyahı da olacaq, cədvəl də olacaq, şəkil də olacaq, səs də olacaq, video da olacaq, istənilən növ informasiya olacaq. Bunların hər birini orada təyin eləmək üçün bizim müəyyən teklərimiz var. Ümumiyyətlə, web səhifədə siyahılar 3 cür olur. Bir, nizamlanmış siyahılar, buna sıralanmış siyahılar da deyilir. Nizamlanmamış siyahılar, yəni eyni ilə sıralanmamış, bir də izahlı siyahılar. Yəni bir söz olur, bir də həmin sözün izahı olur. Bunlara nümunələrə də baxacağıq. Ümumiyyətlə, demək, nizamlanmış, yəni sıralanmış siyahılar order list tegi vasitəsilə verilir. O-lı, ordered, yəni nizamlı, sıralanmış, listdə siyahı deməkdir. Baş hərflərini götürürük, O-lı, all tegi ilə açılır, all tegi ilə bağlanır. Bu all tegi siyahının nizamlanmış olduğunu bildirir. Həmin siyahının içərisində olan elementləri li tegi vasitəsilə verilir. Yəni all açdıq, ən sonunda da all-la bağladıq. Tutaq ki, bizim 10 punktdan, 10 bənddən ibarət bir siyahımız var. Hər bir 10 punktu li tegi vasitəsilə yazırıq. Yəni, all açdıq, bir dənə li tegi açdıq, yazdıq məsələn Mikail. Li tegin bağladıq. Yazdıq məsələn, bir dənə də li tegi açdıq, yazdıq Gülçin. Li tegin bağladıq. Bir dənə də li tegi açdıq, yazdıq Sabit. Li tegin bağladıq. Deyək ki, siyahı bitdi, bütün şagirdləri qeyd elədik. Ondan sonra da all tegin bağladıq. Bu da oldu bizim nizamlanmış və yaxud da sıralanmış siyahımız. Bir də var nizamlanmamış siyahı. Bu da unordered deməkdir. Yəni ordered, unordered da inkarın verir. Yəni nizamlanmamış, sıralanmamış siyahı. Bu da U-lı tegi vasitəsilə təyin olunur. Yəni eyni prinsipdir. Ul tegi açılır, sonunda ul tegi bağlanır. Tegin içərisində li tegi vasitəsilə siyahı elementləri daxil edilir, bir-bir daxil edilir, bağlanır, daxil edilir, bağlanır və ol bağlanıb da, yəni ul vasitəsilə də ən sonunda bağlanır bu şəkildə. Gəldik izahlı siyahıya. Bu da description list deməkdir. Description, izah, list siyahı. Bu da
siyahı daxilində olan elementlər, bu siyahı daxilində elə elementlər olur ki, həmin elementlərə izah verməyə ehtiyac olur. Bu zaman bu tagdən istifadə olunur. DL vasitəsilə açılır, DL vasitəsilə bağlanır. DT taginin içərisində element yazılır. D vasitəsilə də həmin elementin izahı verilir. Baxın, DL tagi ilə açdıq, DL tagi ilə bağladıq. Bunun içərisində DT tagi vasitəsilə sözü yazdıq, D tagi vasitəsilə də izahını verdik. Məsələn, Naxçıvan, məsələn, siyahı var Azərbaycan şəhərlərindən. Qeyd eləmişik. Gəncə, Naxçıvan, nə bilim axı, başqa digər rayonlardan, deyək ki, Göyçay, Şamaxı, nəsə, bunları qeyd eləmişik. Hər bir siyahı elementinə bir izah vermək istəyirik. Bunu fərqləndirən bir element, məsələn, daxil eləmək istəyirik. DL yazmışıq. DL vasitəsilə tagi açmışıq. DT taginin içərisində Naxçıvan yazmışıq. Naxçıvan yazdıqdan sonra DD tagini açmışıq. İçərisində yazmışıq Muxtar Respublika və bağlamışıq. Bu nə deməkdir? Naxçıvan, Muxtar Respublika. İkinci elementimiz olsun Gəncə. DL ilə işimiz yoxdur artıq. DT tagini açmışıq, Gəncə yazmışıq, DD tagini açmışıq, Azərbaycanın ən böyük şəhəri yazmışıq. Və yaxud da Bakı yazmışıq, Azərbaycanın paytaxtı yazmışıq. Bu şəkildə. İzahlı siyahında işləmə prinsipi belədir. Vaxtımıza nə qədər qaldı? 9 dəqiqə. Yaxşı, biraz sürəti artıraq. Gəldik cədvəllərə. Cədvəlləri daxil eləmək üçün, yəni web səhifədə cədvəlin görsənməsini təyin etmək üçün table tagindən istifadə olunur. Yenə table birisi cədvəl deməkdir. Bunu Word-dən ən azından bilirsiniz. Açılan tagin içərisində table yazılır. Ən sonunda da table ilə bağlanır. Siz bilirsiniz ki, cədvəlin sətri olur, sütunu olur, bir də xanası olur. Bir də cədvəlin kənar xətlərini və eyni ilə sətirlərini və ana kənarlarını təyin etmək üçün border atributundan istifadə olunur. Bu atribut sözünü siz çox yerdə işlərsiniz. Taglərin, yəni bir çox tagin atributları olur ki, atributlar taglərin xüsusiyyətləridir. Yəni, tag öz başına işləyə bilmir və onun müəyyən xüsusiyyətləri olur ki, həmin tagi zənginləşdirir. Məsələn, table taginin border adlı atributu var ki, ondan kənar xətləri təyin eləməkdən yəni istifadə olunur. O borderda table tagi açılan zaman tabledan sonra yazılır, border yazılır, bərabər işarəsi qoyulur və həmin borderın dəyəri dırnaq içərisində qeyd olunur və pikselindən ölçülür. Bu da təbii ki, həmin dəyəri, kəmiyyəti daxil edərkən bunun tam ədəd olduğuna fikir verməli. Yəni, tam ədədlərlə təyin olunur. Kənar xətlər. Bu belə. Gəldi indi bayaq qeyd etdiyimiz kimi sətirləri olur, sütunu olur, xana olur. Sətirləri təyin eləmək üçün table row, yəni cədvəl sətri tagindən istifadə olunur. TR ilə TR. TR ilə açılır, TR ilə bağlanır. Sütunları təyin eləmək üçün table TH yazılır. Bu table head olmalıdır, səhv eləmirəmsə. Table head. TH vasitəsilə açılır, TH vasitəsilə bağlanır və xanalar
TD tag vasitəsilə açılır və TD vasitəsilə bağlanır. Bunlara aid nümunələrə də baxacağıq. Web səhifənin rəng sxemi ümumiyyətlə bayaq qeyd etdiyim body tagi vasitəsilə verilir. Rəng sxemində web səhifənin arxa fonunu ola bilər, arxa fonunun şəkli ola bilər, hər hansı istinad göstəricisi ola bilər, link ola bilər. Bu linklərin də hətta aktivi var, keçid olunmuş, yəni passivi var. Bundan sonra hər hansı mətnin rəngi ola bilər, hər hansı başqa bir fraqment ola bilər. Bunların hamısının rəngini, bunların yəni formatlanmasını təyin etmək üçün body tagindən istifadə edirik. BC Color vasitəsilə arxa fonuna rəng veririk. Background vasitəsilə şəkil veririk, yəni şəkil təyin edirik. Text vasitəsilə mətnin rəngini dəyişirik. Link vasitəsilə istinadın rəngin, A-link aktiv istinad, V-link isə keçid olunmuş, yəni pasiv istinadın rəngini təyin edirik. Ümumiyyətlə, rəngi təyin etmək üçün ingilis dilində olan adlarından da istifadə edə bilərik. 16-lıq say sistemindəki qarşılıqlarından da, yəni kodlarından da istifadə edə bilərik. Daha dəqiq olması üçün kodlardan istifadə olunması, yəni rəngin daha dəqiq alınması üçün kodlardan istifadə olunması daha məsləhətə uyğundur. Yəni, yellow deyərkən düzdür, sarı başa düşülür, amma onun kodunu yazsaq, daha sarıya daha uyğun, belə deyək də, rəng ala bilərik. Bəzən yaşıl, açıq yaşıl da sarı ilə qarışdırılır. Yəni, nümunə olaraq desək. Web səhifəyə şəkil əlavə eləmək üçün image tagindən istifadə olunur. Image taginin özünün SRC adlı atributu var ki, bu da source sözündəndir. Həmin şəklin yerləşdiyi yeri bildirir. Yəni, həmin şəklin, həmin qrafik failin tam yolunu bildirir. Source vasitəsilə onu qeyd edirik ki, web səhifəni yeniləyərkən həmin o qrafik informasiya haradadırsa, internet resursundandırmı, hər hansı istifadəçinin kompüterindədirmi, onu tapa bilsin. Image tagi bu arada yeganə tagdir ki, bunun bağlanan tagi olmur. O yadınızda saxlayın. Image taginin source atributu var. Ondan sonra siz bilirsiniz ki, biz mətni bayaq qeyd edək ki, paragraf daxil edərkən P tagi vasitəsilə daxil edirik. Daxil etdiyimiz, indi deyək ki, şəkil də əlavə eləmişik, mətn də əlavə eləmişik P tagi vasitəsilə. Daxil etdiyimiz şəklin həmin mətnə nəzərən necə yerləşdirilməsini təyin eləmək üçün align atributundan istifadə olunur. Align atributunun özünün göstəriciləri var. Yəni, mətnə nəzərən yuxarıdanmı, aşağıdanmı, soldanmı, sağdanmı, left, right, top, bottom göstəricilərindən istifadə olunur. Şəklin özünün ölçülərini təyin eləmək üçün width and height atributlarından istifadə olunur. Width n, height isə hündürlüyü təyin eləməkdən yanadır. Bunlar da piksellə ölçülür. Məsələn, width bərabərdir dırnaq içərisində 700. Bu deməkdir ki, eni 700 piksel olacaq. Bu şəkildə verilir. Qalan digərləri haqqında da, məsələn, tutaq ki, əsas bizim işimiz elə bu taglərlə olacaq, istinad göstəriciləri ilə olacaq. Təbii ki, bu dediklərimdən biraz dərində işləyəcək də, yəni hər şey bu qədər bəsit, sadə olmayacaq. Bunları da testlərdə işləyərkən daha ətraflı tanış olasınız. Nəzəri olaraq, məncə bu qədər kifayətdir. Mən əslində istəyərdim ki, bu dediklərimin hamısını bir-bir tətbiq eləyib və tətbiq elədikcə də bunu sizə web səhifədə göstərim, amma bu çox, belə deyək də, vaxt tələb edən bir işdir.
Hal-hazırda sizə lazım olan, yəni bunları testlər üzərində tətbiq eləməkdir. Qalan da 2000 vaxtı varsa, sərbəst şəkildə, yəni o dediyim HTML dərslərindən, bu kanalda HTML dərslərindən baxıb bir-bir tətbiq eləyə bilər. Orada da, yəni sıfırdan finala qədər ən azından HTML-i öyrənə bilərsiniz. Yəni nəzəri olaraq bu qədər.